Deməli, onurğasızlarda müxtəlif tipləri arasında qan damar sistemi haqqında danışaq. Müqayisəli şəkildə öyrənməyə çalışaq. İlk dəfə qan damar sistemi həlqəvi qurdlarda əmələ gəlmişdi. Hansı erada desə deyəcək ki, proterozoy erasında əmələ gəlmişdir. Və ilk yaranan qan damar sistemi qapalı qan damar sistemi olmuşdur. Bu nə deməkdir qapalı qan damar sistemi? Yəni qan yalnız damarlarla hərəkət edir. Bədən boşluğunda biz qana rast gələ bilmərik. İndi müxtəlif tiplərdə qan damar sisteminə baxaq. İlk əvvəl mollusklarda. Molluskların bilirik ki, 3 sinifi var: qarın ayaqlı, baş ayaqlı və iki taylar sinifi. Məsələn, göl ilbizi və anadonta. Göl ilbizinin ürəyi 2 kameralı, bir qulaqcıq və bir mədəcikdən ibarətdir. Anadontanın ürəyində isə 2 qulaqcıq və bir mədəcik var. Əgər ürəkdə anadonta misalına gəlin baxaq. Anadontanın ürəyində dediyimiz kimi ürək 2 qulaqcığı var və bir mədəciyi var. Anadontanın ürəyində olan qan arterial qandır. Məsələn, düşərsə testlərdə ki, o hansı canlıdır ki, onun hər iki qulaqcığında arterial qan var. Biz burada anadonta götürəcəyik. Digər canlılarda biz onurğalılardan da məlumatımız olduğu kimi sağ qulaqcıqda venoz qan olur, sol qulaqcıqda isə arterial qan olur. Deməli, anadontanın ürəyində olduğu arterial qan, qulaqcıqlarında hər iki qulaqcığında arterial qan olan canlı anadontanı götürürük. Bu arterial qan müxtəlif damarlarla gəlir bədən boşluğuna. Bədən boşluğuna tökülür və bədən boşluğuna töküldükdə buradakı arterial qan çevrilir venoz qana. Və burada açıq qan damar sistemidir. Venoz qana çevrildikdən sonra anadontanın tənəffüs orqanı qəlsəmələrdir. Venoz qan gəlir qəlsəməyə və burada arterial qana çevrilir, yenidən ürəyə qayıdır. Yəni, burada indi göl ilbizində də bu şəkildədir. Sadəcə olaraq onun ürəyində 2 kameralı qan görəcəyik, 2 kameralı ürək görəcək. Burada isə 2 qulaqcıq və bir mədəcik. Deməli, ürəkdə oldu qan, arterial qan, bədən boşluğuna gəldi. Burada damarla gəlir və bədən boşluğuna tökülür qan. Arterial qan burada çevrilir venoz qana. Venoz qan yenidən qəlsəmələrə gəlir. Qəlsəmədə venoz qan arterial qana çevrilir və yenidən ürəyə qayıdır. Molluskların qan dövranı açıq qan dövranı oldu. İndi isə gəlin baxaq xərçəngdə, hörümçəkdə qan dövranı nə şəkildə gedir. Xərçəngin ürəyi yerləşir qarıncıqda, qarıncığın bel tərəfində və kisə şəkilli ürəkdir. Kisə şəkilli. Bu ürəkdən müxtəlif şaxələr, məsələn, bu ürəkdirsə müxtəlif bədənə şaxələr verir. Ürəkdə olur qan, yenə arterial. Şaxələr verdi, yenə açıq qan dövranında bədənə gəldi. Bədən boşluğunda arterial qan çevrildi venoz qana. Və buradan yenə qəlsəməyə gedir. Qəlsəmədə venoz qan arterial qana çevrilir və bu arterial qan yenidən ürəyə qayıdır. Necə qayıdır? Xərçəngin kisə şəkilli ürəyində 3 cüt dəlik olur. Qayıdan qan dəliklərdən daxil olur. Yəni, belə çıxır ki, xərçəngin ürəyində vena damarı yoxdur. Arterial damarlar var, bədənə şaxələr verdi. Burada arterial qanı gətirdi arteriya damarları ilə bədən boşluğuna. Orada venoz qana çevrildi və qəlsəməyə gəldi buradan venoz qan. Qəlsəmədə arterial qana çevrilir, yenidən ürəyə dəliklər vasitəsilə daxil olur. Yəni, ürəyə gələn vena damarları yoxdur. Sonra baxırıq xərçəngə baxdıq, gəlirik hörümçəklə həşəratın ürəyinə baxaq. Hər ikisinin, həm hörümçəyin, həm də həşəratın, hər ikisinin ürəyi yerləşir qarıncığın bel tərəfində. Və hər ikisinin ürəyi boru şəkilli ürəkdir. Amma həşəratda fərqli olaraq çox kameralı boru şəkilli ürəkdir. Çox kameralı. Və həşəratın ürəyin kameralarının sayının versə, biz burada dəliklərin sayını tapa bilərik. Bu düsturu yadınızda saxlayın. Testlərdə çox işləndir. 3n + 1.
Məsələn, ürəyində 5 kamera varsa, onda ürəyində olan dəliklərin sayı 16 ədəd götürəcəyik. Və hörümçəyin yenə ürəyində arterial qan olur. Lakin biz burada bilməliyik, həşəratların qanı qazlar mübadiləsində iştirak etmir. Onların qanı sadəcə olaraq qida maddələrinin daşınmasında iştirak edir. Həşəratlarda qazlar mübadiləsində traxeyalar olur. O traxeyaların içərisində olan mayedə həyata keçir. Hörümçəklə həşəratın ən böyük fərqi budur. Ümumiyyətlə, digərlərindən həşəratlarda, onurğasızlarda həşəratların fərqi odur ki, qan qazlar mübadiləsində iştirak etmir. İştirak etmir.